Birinci isə test toplusunda demək mövzu köməkçi nitq hissələrində ümumi məsələlər. Belə maraqlı bir sual var burada. Həm diqqət tələb edir, həm də biraz qəliz sualdır. 24-cü sualda nə deyir? Verilmiş cümlələr əsasında cədvəldəki uyğun fikirləri müəyyən edin. Yoldan tez-tez taxıl və samanla dolu maşınlar gəlib keçirdi. Bu müddətdə yalnız 4 dəfə kəndə anasının yanına gəlmişdi. Professor öz qaplarında, ata yurdunda da təzə salmış bağça gördü. Cümlələrdən yalnız birinə aid fikirdir. Cümlələrdən yalnız ikisinə aid fikirdir. Heç bir cümləyə aid olmayan fikir. Biz burada köməkçi nitq hissələrini ilk öncə tapaq. Yoldan tez-tez taxıl və bağlayıcı, samanla dolu. Burada bax, diqqətli olmalı məqam buradadır. Samanla sözündəki la qoşmadır. Deməli, bitişik yazılıb, yəni şəkilçiləşmiş formada qoşma. Bu müddətdə yalnız ədat, professor öz qapılarında, ata-baba yurdunda da, yəni bu da sadalama bağlayıcıdır. Deməli, iştirak bağlayıcısıdır. Cümlələrdən yalnız birinə aid fikirdir. Ədat işlənmişdir. Bəli, ikinci cümlədə yalnız işlənib ədat. Qoşma adlıq halda olan ismə qoşulmuşdur. Samanla sözü, bəli, adlıq haldadır. İsmə qoşulub, ikini də götürəcəyik burada. Bağlayıcıdan istifadə olunmuşdur. İkisinə aiddir, bəli. Birinci cümlədə də bağlayıcı var, üçüncü cümlədə də bağlayıcı var. Ona görə götürəcəyik. Ədad quruluşca sadədir. Ədad iki cümləyə yox, yalnız bir cümləyə aiddir. Ona görə yanlışdır, götürməyəcəyik. Bağlayıcı quruluşca sadədir. Burada da bağlayıcı sadədir, burada da bağlayıcı sadədir. Ona görə ikisinə bizdən aid olmayan, heç bir cümləyə aid olmayan fikir istəyir. Ona görə 5 götürməyəcəyik. Bağlayıcı cümlə üzvlərini əlaqələndirmişdir. Baxın, deməli, cümlə üzvlərini əlaqələndirmişdir deyirsə, biz birinci cümlədə sintaktik təhlil edəcək. Yoldan tez-tez taxıl və samanla dolu. Bir dəqiqə bunu silim, sintaktik təhlil edək. Yoldan tez-tez taxıl və samanla dolu maşınlar gəlib keçirdi. Nə edirdi? Gəlib keçirdi. Nə gəlib keçirdi? Maşınlar haradan keçirdi? Yoldan. Nə tərzdə keçirdi? Tez-tez. Necə maşınlar? Taxıl və samanla dolu. Baxıram ki, burada cümlə üzvlərini yox, elə bir cümlə üzvünün içərisində və işlənib. Ona görə 6-cı şərtdə deməli, aid olmayan fikir kimi götürüləcək. 1, 2, 3, 6 cavabımız olacaq A variantı.